Oxu, yaradan Rəbbinin adı ilə oxu. Bismillahirrahmanirrahim. Salam əziz və dəyərli 114 TV-nin izləyiciləri. Hər birinizi oxu dərsində xoş gördük. Biz bugünkü dərsimizdə Yasin surəsinin 35-ci ayəsindən 40-cı ayəsinə qədər təcvidli izahını sizə təqdim edəcəyik. Başlayaq. Əuzu billahi mineşşeytanirracim. 35-ci ayə. لِيَأْكُلُوا مِنْ ثَمَرِهِ وَمَا عَمِلَتْهُ أَيْدِيهِمْ أَفَلَا يَشْكُرُونَ لِيَأْكُلُوا مِنْ ثَمَرِهِ də olan ixfanı mütləq riayət etməlisiniz. Min thəmərihi incə ixfalardandır. Çünki incə hərfə çatıb və burada görürsünüz kiçik yə hərfi, bu da işbanın olmasını bildirir. Hə hərfi burada dolu oxunur, yəni uzanılır. وَمَا عَمِلَتْهُ أَيْدِيهِمْ Burada amiləthu kəlməsində thəmərihinin əksi olaraq hərfi burada deməli işbasızdır. Və sila işarəsində də dayana bilərsiniz, amma keçid daha məsləhətlidir. Yəni bunun mənası budur. Əfələ yəşkurun. Bu da sadə bir kəlmə. 36-cı ayə. Subhanəl-ləzi xalaqal əzvacə kulləhə mimmə tunbitul ardu və min ənfusihim və mimmə lə ya'ləmun. Mən ayəni bütöv oxuyuram ki, tərtillə oxuya bilməyənlər sadə oxunuşu da görsünlər və bu oxunuşla qiraətlərini düzəltsinlər. Subhan kəlməsində hə hərfinə diqqət edin. Burada əlləziyə birləşilib. Subhanəlləzi xalaqal əzvacə, yəni birləşdirici həmzənin vasitəsilə xalaqa əzvacə kəlməsinə birləşib. Kulləhə mimmə, burada mimin hunnəsi var. Tunbitul ardu, burada iqlabı görürsünüz. Tunbitul mim hərfində, kiçik mim hərfində burada görürsünüz. Orada iqlabı bildirir. Və min ənfusihim izhardır. Və mimmə lə ya'ləmun, yenə mimmə. İki hərəkə miqdarında mimin gunnəsi olmalıdır. Keçid edirik 37-ci ayə. Və burada da ayələr, diqqət edin, 37, yəni ayə oxunur, sonra rəqəm qoyulur. وَآيَةٌ لَهُمُ اللَّيْلُ نَسْلَخُ مِنْهُ النَّهَارَ فَإِذَا هُمْ مُظْلِمُونَ وَآيَةٌ لَهُمْ Burada idğam görürsünüz. Gunnəsiz idğamdır əlbəttə. لَهُمُ اللَّيْلُ Yenə burada təşdid idğam. نَسْلَخُ مِنْهُ النَّهَارَ Minhu izhar və hə hərfi burada işbasızdır. Yəni, hədən öncə sakin gələrsə, o zaman hə işbasız olacaq. Minhun, yenə burada idğam baş verib. Fəizə hum muzlimun, yenə mimin burada idğamı var. Za hərfinə də əlbəttə diqqət edəcəksiniz. 38-ci ayə. وَالشَّمْسُ تَجْرِي لِمُسْتَقَرِّ لَهَا Cim işarəsi var burada, dayanıram. ذَٰلِكَ تَقْدِيرُ الْعَزِيزِ الْعَلِيمِ وَالشَّمْسُ تَجْرِي Təcri وَالشَّمْسُ uzatmayın bunu. لِمُسْتَقَرِّ لَهَا Təqa Diqqət edirsiniz, qaf hərfi necə qalın oxuyuram və qaf hərfi məxrəcdə olmalıdır. لِمُسْتَقَى تَقَرِّ لَهَا ذَٰلِكَ تَقْدِيرُ Yenə qaf hərfini görürsünüz, burada qəlqələ olub. Əzizil alim Hər iki əziz və alim kəlmələrində olan ayn hərfi boğazda oxunacaq. Keçid edirik 39-cu ayəyə. وَالْقَمَرَ قَدَّرْنَاهُ مَنَازِلَ حَتَّى عَادَ كَالْعُرْجُونِ الْقَدِيمِ وَالْقَمَرَ قَدَّرْنَاهُ مَنَازِلَ حَتَّى Baxın, görürsünüz, həttəyə salıram vurğunu burada. Çünki qamara, qaddarnahu, mənəzilə hər üç kəlmənin sonluğu qısa saitlə bitib deyə u, bunlarla bitib deyə mütləq bunların sonluğun gözləməliyik ki, uzatmamalıyıq. Həttə ədəkəl urcunil qadim. Urcunil bəzən oxuyurlar bunu, ayni deməli diqqət etmirlər aynə, o zaman deməli yanlış olur. Ra hərfinə də diqqət edin.
Leş-şemsu yenbeği leha en tudrikel kamera ve lel-leylu sabiqun nehar ve kullun fi felekin yesbahun. O 40-cı ayə leş-şemsu yenbeği. Yenə burada iqlab var. Ləhədə məd munfəsildir. Həm uzada bilərsiniz, həm də uzatmaya bilib iki hərəkə uzada bilərsiniz, belə desək. Təbii oxuya bilərsiniz. Ən tudrikə kəlməsində dəl hərfi burada qəlqələdir. Tudrikəl qamara, qamera, mim hərfin ma oxumayın, qamera. Belə oxunmalıdır, qaf hərfi amma qalındır, ra hərfi də qalındır. Və ləl-leylu sabiqun nəhər. Yəni burada idğam baş verib sabiqu kəlməsi ilə nəhar kəlməsində. Yəni sabiqun qaf hərfi birbaş nun hərfinin təşdidinə qoşulacaq və nun hərfi burada qünnəlidir. Və kullun fi fələkin yəsbəhun. Və kullun fi ixfa, fələkin yəsbəhun, bu isə idğamdır. Bəli, bu mətnin, yəni 40-cı ayəyə qədər mətnin izahı idi. İndi isə keçid edirik ayələrin tərtillə oxunuşuna. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. لِيَأْكُلُوا مِنْ ثَمَرِهِ وَمَا عَمِلَتْهُ أَيْدِيهِمْ أَفَلَا يَشْكُرُونَ سُبْحَانَ الَّذِي خَلَقَ الْأَزْوَاجَ كُلَّهَا مِمَّا تُنْبِتُ الْأَرْضُ ومن أنفسهم ومما لا يعلمون وآية لهم الليل نسلخ منه النهار فإذا هم مظلمون والشمس تجري لمستقر لها ذلك تقدير العزيز العليم والقمر قدرناه منازل حتى عاد كالعرجون القديم لا الشمس ينبغي لها أن تدرك القمر ولا الليل سابق النهار وكل في فلك يسبحون صدق الله العلي العظيم.